Elhamdülillahi Rabbil alemin ve bihi nesta'in ve salatu ve selamu ala Resulillahil emin ve ala alihi ve ashabihi ve tabi'ina ve etbaihim bi ihsanin ila yevmiddin emma ba'd. Selamun aleyküm əziz izləyicilər, hər birinizi xoş gördük. İnşallah bugünkü videoda dəvətin üsulları haqqında bəzi mühüm xatırlatmalar eləmək istəyirəm. Həqiqətən Quran-Kərimə, Peyğəmbər sallallahu əleyhi və səlləmin yoluna baxsaq, bilərik ki, Allah Subhanahu va Taala təkcə bizə dəvət et əmri ilə kifayətlənməmiş, həmçinin bizə necə dəvət edəcəyimizi də öyrətmişdir. Odur ki, dəvətin uğurlu nəticə verməsi üçün onu Allahın qoyduğu usula uyğun şəkildə həyata keçirmək vacibdir. Çünki insanın halını və onun nədən və necə təsirlənəcəyini Allahdan daha yaxşı heç kəs bilə bilməz. Uca Allah Nəhl surəsinin 125-ci ayəsində belə buyurur: "Ud'u ilə səbili rabbikə bil hikməti vəl məv'izatil həsənə və cadilhum billati hiyə əhsən." İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Bu üç üslubun fərqli olması insanların dəvətə qarşı müxtəlif münasibətdə olmaları ilə əlaqədardır. Ona görə İslam alimləri və dəvət mütəxəssisləri ayədən belə nəticəyə gəlmişlər ki, hikmətlə dəvət etmək haqqı qəbul edən və ona əməl etməyə meyilli olan kimsələr üçün, öyüd nəsihət ilə dəvət etmək haqqı qəbul edən, lakin ona əməl etməyə həvəsi olmayan, səhlənkarlıq göstərən kimsələr üçün, gözəl mübahisə ilə dəvət etmək isə haqdan üst çevirən və mübahisə edən kimsələr üçündür. Gəlin indi birbaşa alimlərin sözlərinə nəzər salaq. Bu mənada Şeyxülislam İbn Teymiyyə rahimehullah belə demişdir: İnsanlar üç qismdir. Yəni, dəvətdə verdikləri reaksiyaya görə üç qismə ayrılırlar. Ya haqqı etiraf edir və ona tabe olur, bu kəs hikmət sahibidir. Ya haqqı etiraf edir, lakin ona əməl etmir, buna moizə edilir, hətta əməl etsin. Moizə bizim el arasında öyüd nəsihət kimi işlənilir. Ya da haqqı etiraf etmir, üz döndərir, bununla isə gözəl şəkildə mübahisə edilir. Çünki mübahisədə qarşı tərəfi qəzəbləndirmə yeri vardır. Ona görə nə qədər yaxşı olarsa, nə qədər gözəl tərzdə olarsa, bir o qədər də fayda hasil olar və qarşı durmanın qarşısını alar. Məcmu Fətava 2-ci cild 52-ci səhifə. Həmçinin İbn Qeym rahimehullah da eyni mənada başqa sözlərlə belə demişdir: Nöqsansız Allah dəvətin mərtəbələrini insanların təbəqələrinə uyğun etmişdir. Belə ki, birinci təbəqə insanlar haqqı qəbul edən, inadkarlıq etməyən və haqdan üz çevirməyən ağıllı insanlardır ki, onlar dinə hikmətlə dəvət olunurlar. İkinci təbəqə insanlar haqqı bilib qəbul edən, lakin əməl etməkdə səhlənkarlıq edən, əməli sonraya saxlayan kimsələrdir ki, onlar dinə gözəl moizə ilə dəvət olunur. Moizə, yəni xeyrə rəğbətləndirib, şərdən çəkindirmək üslubu ilə Allahın əmr və qadağalarını hatırlatmaqdır. Üçüncü təbəqə insanlar deyir ki, haqqı inkar edən, inadkar kimsələrdir ki, onlarla isə ən gözəl tərzdə mübahisə edərək dinə dəvət olunmalıdırlar. Miftah-ı Dəris-Səadə kitabı 1-ci cild 433-cü səhifə. Həmçinin müasir dəvət mütəxəssislərindən sayılan Şeyx Həmud Ər-Ruheyli sanki İbn Teymiyyə və İbn Qeymin sözlərini cəm edərək başa düşəcəyimiz sözlərlə belə ifadə edir. Buyurur ki, Hafizahullah, dəvət olunanların halları. Birinci hal, o kəs ki, onun xeyrə rəğbəti var və xeyri qəbul edir. Lakin ola bilsin ki, ona gizli qalıb və ya o xeyrdən xəbərsizdir. Bu kimsəni təkcə dəvət etmək kifayət edir. Məsələn, ona deyilir, bunu et, çünki bunu etməyi Allah və Rasulü əmr edib
və yaxud da bundan çəkin, çünki bunu etməyi Allah və Rəsulu qadağan edib. Beləcə, həmin insanın xeyrə rəğbəti və onun haqqı qəbul etməsi olduğu üçün eşidib itaət edəcək. Sonra buyurur ki, ikinci hal, o kəs ki, xeyir əməlləri etməyə səhlənkar yanaşır və tənbəllik edir. Şərə isə rəğbəti var və onu qəbul edir. Bu şəxsi təkcə dəvət etmək kifayət deyil, əksinə lazımdır ki, dəvətə moizə, yəni gözəl öyüd nəsihət də əlavə edilsin. Bu da onu xeyrə, itaətə rəğbətləndirmək, xeyrin fəzilətini anlatmaq, xeyrin gözəl aqibətləri haqqında misallar çəkməklə və eləcə də şərdən, fasiqlikdən çəkinməsi üçün o əməllərin günahını və pis aqibətini ona anlatmaq və buna dair ona misallar çəkməklə olur. Üçüncü hal deyir ki, o kəs ki, xeyirdən üz döndərir və şərə arxalanaraq höccətləşir. Bu kəsi təkcə dəvət və moizə etmək kifayət etmir. Əksinə lazımdır ki, onunla əlavə olaraq gözəl şəkildə də mübahisə edilsin. Bu üç hala Uca Allahın bu sözü işarə edir. İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Nəhl surəsi 125-ci ayə. Bunu Şeyx Əsnaful Məd'uvin və Keyfiyyətü Dəvətihim kitabının 71-72-ci səhifəsində zikr etmişdir. Sonda qısa olaraq bildik ki, Uca Allah təkcə dəvət et əmri ilə kifayətlənməmiş, həmçinin bizə necə dəvət edəcəyimizi də bildirmişdir. Həmçinin bildik ki, insanların dəvətə reaksiyaları müxtəlif cürdür. Ona görə öncə dəvət etdiyimizin halını təyin etməli, sonra ona uyğun üslub seçməliyik. Fikir versək, məsələn, bu üslubların əsaslı olmasına bir misal çəkim. Baxın, məsələn, harada mülayim olmalısan dəvətdə, harada sərtlik eləməlisən, bunlar hamısı hikməti gərəkdirir. Gərək insan bunun üçün hikmətli olsun. Hikmətin mənası nədir? Yəni, hər bir şeyi öz yerinə qoymaq. Hər bir şeyi öz yerinə qoymaq. Başqa mənası isə bəzi alimlər deyir, etdiyini yerində, zamanında və necə lazımdır etmək. Bunların üçün də hikmətdəndir. Bəzən dəvət etməyin yeri olar, amma zamanı olmaz. Bəzən də zamanı olar, yeri olmaz. Bəzən də zamanı olar, yeri olar, ancaq necə lazımdır dəvət edilməzsə, yenə dəvət məqsədə uyğun olmaz, uğurlu sayılmaz. Və burada dəvətin uğurlu olması dedikdə, təbii ki, insanların qəbul etməsi kimi başa düşülür. Ancaq o demək deyil, yəni insanlar qəbul etməsə dəvət uğurlu sayılmır. Burada əsas dəvətin uğurlu olması dedikdə Allahın nəzərində uğurlu olmasıdır. Allahın buyurduğuna uyğun, Peyğəmbər sallallahu aleyhi ve selləmin sünnəsinə uyğun olması əsasən nəzərdə tutulmalıdır. Yəni, çünki biz insanların bizdən dəvətimizi qəbul olunması ilə sorumlu deyilik, soruşulmayacaq. Bizim üzərimizə düşən əsas dəvət etməkdir. Lakin Allahın buyurduğu şəkildə nəyə və necə dəvət edəcəyimizi bilərək, Allahın razılığına uyğun şəkildə. Bəli, ondan sonra əgər qəbul edilməzsə, sən yenə savabını qazanırsan. Və bu da o deməkdir ki, dəvətin nə qədər gözəl dəvət etsən də, nə qədər üslublarına riayət etsən də, nə qədər dəvətdə hikmətli olsan da, o demək deyil ki, mütləq qəbul olunacaq. Çünki hidayət Allahın əlindədir. Allah istədiyinə hidayət verir. Lakin biz ona görə məsuliyyət daşıyırıq ki, ola bilər ki, sən gözəl şəkildə etsəydin, Allahın buyurduğu şəkildə etsəydin, səndən qəbul edərdi. Və belə olan halda sən məsuliyyət daşıyırsan. Ona görə dəvət bir növ məsuliyyətdir. Dəvət bir növ tərbiyədir. Kimi dəvət edirsənsə,
onu sanki tərbiyə edirsən. Və biz nəticəyə tələsməməliyik. Ola bilsin ki, biz gözəl şəkildə dəvət eləyərik, qəbul etməz. İndiki halda qəbul etməz. Ancaq sonradan ola bilsin ki, qəbul etsin. Və ola bilsin ki, onun qəlbinə yerisin. Sənin gözəl şəkildə dəvət etməyin. Və bu da olmasa, ola bilsin ki, ətrafın təsirlənsin. Ətrafdan baxanlar, sənin dəvət üslubuna baxanlar təsirlənsin. Dəvətdə hikmətli olmağa misallardan, məsələn, necə ki, Şeyx İbn Hüseyn rəhməhullah buyurur, deyir ki, bəzən sənin öz qardaşını bir günahdan çəkindirməməyin, onun çəkindirməyi başqa vaxta saxlamağı özü bir hikmətdir. Bəzən sənin yanında, ətrafında qardaşın, qohum və s. bir şəxsi günahdan çəkindirməməyin özü bir hikmətdir. Yəni, onu saxlayırsan başqa vaxta ki, o hələ indi buna hazır deyil. Mən buna əmr etsəm, bunu çəkinməyi və yaxud da qadağan etsəm, hətta Allah və Rəsul dediyini də desəm, dəlilini çatdırsam, bacarmaz çəkinməyə və onu saxlayırsan, imanı güclənsin. Bəlkə hələ təzədir, namaza təzə başlayıb, eləsi var hələ namaza başlamayıb, ona haramlardan başlamaq lazım deyil. Həmişə birinci tövhid, sonra namaz, namazı da dəlilləri ilə mümkün qədər başa salmaq lazımdır. Eləcə də buna müqayisə olaraq demək olar ki, bəzən sənin bir kəsə xeyri əmr etməyi başqa vaxta saxlamağın özü bir hikmətdir. Saxlayırsan başqa vaxta ki, hələ bunu etməyə hazır deyil. Qoy, məsələn, bunları yerinə yetirsin, onu tam vərdiş hala alandan sonra əlavə eləyərəm. Məsələn, tutaq ki, adam namaza başlayıb, hələ ki, fərz namazlarını qılır. Yəni, onu tələsmirsən sünnələri deməyə. Qoy fərz namazlarında özünü möhkəmləndirsin, həvəslənsin. Onu sonra, əmin olduqdan sonra imanı artıb, onu neylisən, sünnə namazların olduğunu xatırladırsan, bildirsən və onda da özünü doğrultduqdan sonra keçsən, məsələn, vitr namazına, sonra keçsən duha namazına, hamısını yavaş-yavaş, pillə-pillə, tədricən, hikmətlə bildirsən, çatdırsan insanlara. Baxsaq, məsələn, sahabələr kimi müsəlman, möminlərə, onlara Allah Subhanahu taala içkini, məsələn, tədricən haram etdi. Ona görə Aişə radiyallahu anhə demişdir ki, əgər Allah içkini birdən-birə haram etsəydi, bunu heç kim çəkinməyi bacarmazdı bizdən. Və bu da yəni, bizə nəyi bildirir? Onu bildirir ki, dəvət məsuliyyətdir, hikmətli olmaq vacibdir, Allahın buyurduğu şəkildə dəvət etmək mühümdür və belə etməsək məsuliyyət daşıyırıq. Çünki ola bilsin ki, biz gözəl şəkildə dəvət etsəydik, bizdən qəbul eləyərdi. Ancaq biz gözəl şəkildə dəvət etdikdən sonra, Allahın buyurduğuna dəvət etdikdən sonra o qəbul etməsə, bizim üzərimizdən məsuliyyət düşür. Allah daha yaxşı bilir. Və sallallahu alə nəbiyyə Muhammed və alə alihi və səhbihi və səlləm.